Texnodatdan hər kəsə salamlar dostlar. Bugün sizlərə Gideolizer adlanan çox maraqlı bir proqram göstərəcəm və ümid edirəm ki, bu proqram işinizə çox yarayacaq və sizin üçün də çox maraqlı bir proqram olacaq. Deməli belə, daxil oluruq Gideolizer proqramına. Bu hissədən şəklimizi seçirik. Şəklimizi və şəklimizi seçdiyimiz an istəsək şəkli kəsə də bilərik və ya kəsmək istəmirsinizsə birbaşa don't crop eləyirik və keçirik proqramın özünə. Deməli belə, burada ikinci hissəyə daxil oluruq. İlk başlarda olanlarda istəsəniz özünüz söz yaza bilərsiniz. Bununla və ya bununla. Yəni o sizin istəyinizə bağlıdır. Nümunə olaraq məsələn FD yazaq və və buradan da idarə edə bilərsiniz təbii ki, stikeri necə forma istəyirsiniz və ya necə döndərmək istəyirsinizsə. Daha sonra bu hissədən də müxtəlif stikerlər əlavə edə bilərik. Dostlar, bu hissədən də müxtəlif stikerlər əlavə edə bilərik gördüyünüz kimi. Və bu belə bir formalı şəkilləri çoxlarınız ola bilər ki, görmüsünüz və proqramını axtarmısınız ki, mən də öz şəklimdə məsələn belə bir formanı necə yaradım. Məhz belə bir imkanı bizə Gideolizer proqramı yaradır və proqram tamamilə pulsuzdur. Play Marketdə də yükləyə bilərsiniz, elə Gideolizer yazsanız özü gələcək və ya elə videomuzun aşağı hissəsinə baxın, orada da Gideolizer'in yükləmə linkini vermişəm, elə birbaşa Play Marketdə olan linkidir, oradan da yükləyə bilərsiniz. Belə dostlar, göstərmək istədiklərim bunlar idi. Çox maraqlı bir proqramdır. Düşünürəm ki, Instagramda şəkil paylaşarkən işinizə çox yaxşı yarayacaq bir proqramdır bu və çox tez-tez istifadə edəcəyiniz bir proqram olacağını düşünürəm. Mən indi nümunə olaraq nətər gəldi düzəldirəm, amma şəkillərinizin üzərində, məsələn, özünüzü çəkdiyiniz şəkillərinizin üzərində, əsasən də selfie tipli şəkillərin üzərində belə bir stikerlərin yerləşdirilməsi daha çox maraq cəlb edir və bununla yanaşı həm abunə də toplaya bilərsiniz, həm şəkillərinizə bəyəni də toplaya bilərsiniz. Belə deyək, şəkillərimiz hazır olduqdan sonra buradan paylaşa da bilərik şəkillərimizi və paylaşım etdiyimiz vaxt, elə bu hissəyə toxunduğumuz vaxt, reklam da gələcəyəmişə, paylaşım hissəsini toxunduğumuz vaxt elə şəkil birbaşa qaleriyaya da düşür və oradan da istəsəniz paylaşın və ya paylaşmayın. Yəni elə paylaşım yerindən də birbaşa paylaşa bilərsiniz və ya qaleriyaya düşsün, daha sonra da paylaşa bilərsiniz. Təbii ki, bu sizin öz seçiminizdir. Belə dostlar, göstərmək istədiklərim bunlar idi. İzlədiyiniz videoları dostlarınızla paylaşmağı unutmayın. Kanalımıza abunə olun və bizi səhifəmizdən də izləməyi də unutmayın. Sağ olun dostlar.